6 kök 6 3'dür, bura 12'dir. Baxın, Pifagor və yaxud da ki, bunu ən azı görürsünüz də. Yəni, baxın, 6 kök 6 3, 12. Ən azı Pifagoru yazsanız, buranın 6 olduğunu görəcəksiniz. Yəni, mən buranın 30 olduğunu, buranın 60 olduğunu tez görürəm. Çünki 30'un qarşısındakı hipotenuzun yarısı idi. Hə, indi neyniyək? Necə tapaq? Baxın, bu x istəyir, o x də düzbucaqlı 3 bucağın bir, yəni kateti falan deyil. Necə tapaq? Çünki hipotenuz burada bitir. Onda bu 45'ten istifadə etmək üçün, burada 6 da müəllimlər, mən buradan da hündürlüyü çəkirəm. Buradan hündürlüyü çəkirəm. Burada bir h deyək. İndi digər rənglə qaralayım o figuru. Baxın, buradakı figuruz düzbucaqlı 3 bucaq olur. Və orada bir bucaq 90'dır, məlumdur. Burada 45'dir. Yəni katetlər eynidir. İndi kateti tapmalısınız. Onda bu balaca 3 bucaqda, bura 30 dərəcədir. 30'un qarşısındakı hipotenuzun yarısı idi. 60'ın qarşısındakı diğer katetin kökü 3 misliydi. Burasını anladınız mı? Buradaki bir 3 bucaq var. Baxın burada. Sonra 45-45'də katetlər eyni idi. Çünki bizim AHB 3 bucağımız bərabər yanlıdır. Yəni burada 3 kök altında 3'üdür. Amma indi x istəyir. Deməli o x'i tapmaq üçün bütün parçadan nəyi çıxaram? Bu 3'ü çıxaram. Bu 3'ü də çölə çıxardığında qalır kök altı 3 minus 1. Yəni hansı variant olur? C variantı olur. Mən deyərdim bu maraqlı sualdır. Çünki qurma məsələsidir. Əlavə xəttə çəkdim və bucaqları düşündüm ki, bu 30-60 hardan alınır. Belə, indi neçənci variantdır? Test 6'dır. Hə, gözəl. Bir gözəl, belə deyək, növbə gəldik, çıxdıq. Əslində mənim kanalımda bunun üçün bir video hazırladım.